Hər vaxtınız xeyir olsun, dəyərli abituriyent izləyicilərimiz. FES Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. 20 sualdan ibarət sınağın izahı ilə qarşınızdayıq. 10 açıq, 10 qapalı olmaqla. İlk sualımızla başlayıram. Birinci Axsitanın xarici siyasətdə etdiyi dəyişiklik, baxın, düzgün variant D olacaq. Yəni Səlcuqlarla dostluq münasibətlərinin bərpa edilməsi. Hansı ki, bundan əvvəl hakimiyyətdə olmuş 3-cü Mənçöhrün dönəmində Səlcuq türkləri ilə dostluq münasibətləri pozulmuşdu. Kimlə yaxınlaşmışdı? Gürcülərlə. Hakimiyyət illəri 1120, 1160, Axsitan 1160, 1196 olacaq. Sual 2. Euler-Venn diaqramını görürsünüz. Toğrul və Alparslan Səlcuqlu hökmdarları. 2-də düzgün variant C olacaq. Yəni Toğrula aiddir 2 və 4, Alparslan 5 və oxşar cəhət 3. Yəni Toğrul Rəvvadiləri tabi etmişdir və Dəndənəkan döyüşündə qalib gəlmişdir Qəznəlilərə. Rəvvadilərin tabi edilməsi 1054, Dəndənəkan döyüşü 1040. Bəli, Alparslan'a aiddir 5, yəni 1071 Malazgirt döyüşündə qalib gəlir. Anadolu həmişəlik Türk torpağına çevrilir. Oxşar cəhət isə Bizansla müharibənin aparılmasıdır. Hər ikisinə aid uyğun cəhətdir. Paytaxtın İsfahana köçürülməsi isə Məlişaha aiddir 1073-cü ildə. Qeydlərinizi alın. Sual 3. Eldənizlər və Salarilər dövlətinə aid oxşar cəhət düzgün variant D olacaq. Şirvanşahların asıl salınması, yəni Eldəniz 1160-da Axsitanı hakimiyyətə gətirməklə Şirvanşahları özündən asılı salıb, Salari Mərizban da Şirvanşahları birləşdirir və vahid dövlətin əsasını qoyur. 4. İraq Səlcuq Sultanı 2-ci Toğrulun hakimiyyəti illərində Şəmsəddin Eldəniz, baxın, əmir titulu alıb. Bundan başqa, oğlu Arslan Şahın Atabəy vəzifəsində də çalışmışdır. 5-ə baxırıq, Ağqoyunlu dövlətinə aid deyil, Qaraqoyunlu dövlətinin süquta uğradılması. Unutmayın ki, dövlət süquta uğraması və yaxud da Ağqoyunlu yaranması eyni ildədir. Amma və lakin Qaraqoyunlu dövlətinin süquta uğradan zaman, deməli, süquta uğratdıqdan sonra Uzun Hədsən öz dövlətini yaradır və özünü şah elan edir. 6. Ağqoyunlu və Teymurilər dövlətinin oxşar cəhətləri. Baxın, Osmanlı ilə müharibə aparılması hər ikisinə aid oxşar cəhətdir və Qızıl Orda ilə toqquşması. Teymurilər 1395 Terek savaşında, Uzun Həsən Əbu Səidlə 1468-də. 2-5 E variantı. Sual 7-yə baxırıq. Şərur və Almabulağı döyüşünün oxşar nəticəsi hansı olacaq? Ağqoyunluların məğlub olması 1501 Əlvənd Mirzə, 1503 Murad Mirzə İsmayıla məğlub olur və dövlət bununla da süqut edir. 8. Bəli, sual 8-də Azərbaycanın 9-cu əsrin ikinci yarısı və 15-ci əsrin ikinci yarısı yeni dövlətin əsası qoyulur. Məsələn, 9-cu əsrdə Şirvanşahlar, Sacilər qeyd etdim. 15-ci əsrdə isə Ağqoyunlu 1468. Yeni dövlətin yaranması variant A. 9-a baxaq. Bizdən nə istəyir? 19-cu əsrin birinci yarısına aid deyil. Qarşısına yazaq, məsələn, canişinlik 1844, rəhdar, katolikosluq, ikisi də 1836-cı ilə aiddir. İlk Rus məskənlərinin yaradılması 1830. Amma Pyotrun ermənilərin Bakıda məskunlaşması haqqında fərmanı 1724. Və sual 10. 13-14-cü əsrlərə aid memarlıq abidəsi deyil, Marağada Göy Günbəz və yaxud da Urmiyada 3 günbəz 12-ci əsrə aid olacaq. Qəbulda bir sual bildiyiniz kimi memarlıq abidələrinə aiddir. Ona görə də bu məsələ haqqında biz diqqətli olmaq lazımdır. Gördüyünüz digər abidələr Monqol dövrünə aiddir. Bərdə türbəsi, Naxçıvanda Gülüstan türbəsi, Qarabağlar Sultaniyədə yerləşən Xudabəndə türbəsi. Sual 11. Uyğunluğu müəyyən edin. 11-də 12-ci əsrin birinci yarısı C və D variantlardır.
12-ci əsrin ikinci yarısı isə A və Y variantı. Baxaq. Deməli, C variantında Səlcuq türkləri ilə əlaqənin pozulması 1120 3-cü Məncührün dövründə əlaqəni pozur və gürcülərlə yaxınlaşır. D variantı Davidin ölümü və gürcülərin qovulması 1125. İkinci yarısına baxırıq. Paytaxtın Şamaxıdan köçürülməsi zəlzələyə səbəb olacaq. Daha doğrusu zəlzələ baş verir, paytaxt Bakıya köçür. Köçürülməsinə səbəb zəlzələdir. Və Y variantı Şirvanşah Şəmsəddin Eldənizin köməkliyi ilə hakimiyyətə gəlməsi. Yəni 1160 söhbət Ağstafandan gedir. Şirvanşahın Eldənizin köməyi ilə hakimiyyətə gəlməsi. C-D, A-Y. B variantı Fəribürs aid deyil, çünki 11-ci əsrdə olan hökmdardır. Bəli, sual 12. Eldənizlər dövlətinin 12-ci əsrin 90-cı illər tarixinə aiddir. 2 və 4-ü götürmək lazımdır. İzah eləyirəm. Şirvanşahların, gürcülərin birləşmiş qoşunlarının hücumuna məruz qalır dövlət. Kimin dövründə? Şirvanşah Ağstan dövründə Qızıl Arslanla münasibətlər pozulur bildiyiniz kimi və toqquşurlar. 4-də isə Xarəzmşah Təkeşdən söhbət edir. 1194-97 Həmədan döyüşü ilə Əbubəkir tərəfindən qovulur. Paytaxtın Naxçıvandan köçürülməsi 1175 Həmədan. Ümumiyyətlə, Monqol yürüşləri 13-cü əsrə aiddir. Xarəzmşahın Ağsunqurilərin Təbrizdə hökmranlığına son qoyması da 13-cü əsrə aiddir. Ona görə aid deyil, yəni 12-ci əsrə aid olaraq götürməyəcəksiniz. Sual 13. Bu sualda sizlər üçün 1992-ci ildə baş vermiş hadisələri qeyd etmək istədim. 13-dən 1-ə A variantı, 2-yə B variantı və 3-ə C variantı doğru olacaq. Yəni 1992-12 may aviasiya polkunun yaradılması, Azadlığı Müdafiə Aktına 907-ci düzəliş ABŞ tərəfindən silah satışı 16 oktyabr və 91 nəfər ziyalının, daha doğrusu 92 oktyabr olacaq. Gözlə, bunu silim burada. Yəni 2-yə B variantı. 91 nəfər ziyalının səs qəzeti vasitəsilə Heydər Əliyevi çağırması, müraciət etməsi də 1992 16 oktyabr. Venn diaqramında sizə lazım ola bilər, hansı ki, hamısı 92-ci ildə baş verib. Sual 14. Uyğunluğu müəyyən edin. Bəli. 1-ə aiddir D variantı, 2-yə aiddir C variantı, 3-də B-ni yazırsınız, 4-də də A. Baxaq. Qarakənd faciəsinin baş verməsi 20 noyabr 1991. Davam edirik. BMT üzv qəbul olunması 92 mart. Milli Özü Müdafiə Qüvvələri 91-9 oktyabr. Müstəqillik haqqında bəyannamə 91-30 avqust. Sual 15. Xronoloji ardıcıllığı mən illəri sizin üçün burada qeyd edirəm. Qüds Krallığı 1099. Urban Klermo qurultayı 1095. Venesiya Bizansın süqutu nəticəsində aralıqda ticari ağalığa nail olur 1204. Təbəriyyə döyüşü 1187. Yəni 15-də 2, 1, 4, 3. Sual 16-ya baxırıq. Sual 16-da Heydər Əliyevlə bağlı uyğunluğu istəyir. Birinci prezidentlik dönəmi 1993-98. İkinci prezidentlik dönəmi 1998-2003. Baxın, azad ticarət 94 aiddir. Götürürsünüz. Bələdiyyə seçkiləri 99. NATO-nun asosiyativ üzvü 2002, yəni aid deyil. Tbilisi Ceyhan neft boru kəməri haqqında saziş 99 aiddir. Deməli, Avropa Şurasına üzv 2001 aiddir. Bişkeş protokol 94 aid deyil. Yəni 1-ə A, 2-yə A və B. Və 17. Dehli Sultanlığından fərqli olaraq Moğol İmperiyası belə bir maraqlı sual. Hindlilər vəzifəyə buraxılmır. İslam dini zorla yayılmır.
Hər ikisi Hindistan ərazisində yaranıb və hər ikisi müxtəlif hökmdarların dönəmində bütün Hindistanı əhatə edib. Feodal monarxiyasıdır. Yəni bunlar oxşar cəhətdir. Deməli 18. Georgiyevis müqaviləsi 1802 Quba və Lənkəran Rusiyanın himayəsinə keçir. Qafqazda ticarətin genişlənməsi təmin etməli idilər. Gəmicilik inkişafı da eyni şəkildə. Könüllü olaraq Rusiyanın himayəsinə keçirlər. Yəni 2, 3 və 4 Georgiyevis müqaviləsinə aiddir. Sual 19. 1942 Midway döyüşü, dəniz döyüşü, El-Alamein 1 və 3. Siciliyaya qoşun çıxarırlar 43-də, Anti-Hitler koalisiyası 41-də, yəni bunlar aid deyil. Yenə bir xronoloji ardıcıllıq, abituriyentlərin çox çətinlik çəkdiyi məsələ olduğuna görə bir qədər çox sual attım bu sınaqda. Ardıcılığa aid Dəbil əmiri 951. Dərbənd yerli əyanlar Slavyanlardan yardım istəyir. 987. Dərbənd hakimi yerli əyanlara qarşı Slavyanlardan yardım istəyir. Didqori döyüşü 1121, Rəva dövlətin yaranması 981. Bunu da qeyd edim ki, Slavyanlardan yardım istəyən biri Dərbənd hakimidir. Biri də 1030-da Şəddadi hökmdarı və 1, 4, 2, 3. Ardıcılığımız belə olacaq. İzahımızın sonuna çatdıq. Dəyərli abituriyentlər, blok imtahanına çox az qalıb, sürətli təkrar qruplarımıza, sınaq qruplarımıza qoşulmaq istəyirsinizsə, bu formada maraqlı testlərin izahı ilə tanış olmaq istəyirsinizsə, həm öz nəticəmizi yoxlayıb, həm də varsa boşluqlar aradan qaldırmaq üçün 077 598 3800 kursumuzun menecer nömrəsi əlaqə saxlayıb ətraflı məlumatlarla tanış ola bilərsiniz. Hər birinizi uğurlar.